Salam hörmətli izləyicilərimiz. Bu günə olan xəbər icmalını mən Elvin Məmmədli sizlərə təqdim edəcəyəm. Milli Məclis amnistiya qərarını təsdiqlədi. Dekabrın 19-da Milli Məclisin iclasında konstitusiya və suverenlik ilə münasibətlə geniş miqyaslı amnistiya elan edilməsi barədə qərar qəbul olunub. Qərar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında təsdiqlənib. Zərdabi medianın məlumatına görə amnistiya aktının icrasına dekabrın 22-dən start veriləcək. Artıq sabah amnistiyaya düşən məhkumların bir qrupunun azadlığa buraxılması gözlənilir. Məleykə Abbaszadə özünü ekspert adlandıranların çoxu əslində bizneslə məşğuldur. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə təhsil sahəsində özünü ekspert kimi təqdim edən şəxslərlə bağlı sərt açıqlama verib. Zərdabi medianın xəbərinə görə Abbaszadə bildirib ki, bugün təhsil eksperti adı altında fəaliyyət göstərənlərin böyük hissəsi əslində ödənişli xidmət göstərən biznes sahibləridir. Əgər kimsə özünü təhsil eksperti adlandırırsa, o şəxs ya dərs deməli, ya idarə etmə strukturlarında çalışmalı, ya da elmi araşdırmalarla məşğul olmalıdır. Minimum 10 illik təcrübə və real fəaliyyət olmadan bu titulu daşımaq doğru deyil. Sədr əlavə edib ki, pullu xidmət göstərmək qanunla qadağan olunmasa da bu şəxslərin ekspert yox, biznesmen kimi tanınması daha düzgündür. Bakıda qeyri-adi qəza, evakuatordakı maşın hərəkətdə olan avtomobilin üstünə düşdü. Bakının Qaradağ rayonunda qeyri-adi yol nəqliyyat hadisəsi baş verib. Zərdabi medianın oxu azda istinadən əldə etdiyi məlumata görə hərəkətdə olan evakuatorun üzərində daşınan avtomobil tarazlığını itirərək arxadan gələn minik maşınının üstünə düşüb. Hadisə nəticəsində hər iki avtomobil ciddi ziyan görüb. Hazırda xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb. Diqqətinizə görə minnətdaram.